Herkese salamlar. Bizim kızlara, kadınlara bir tövsiyem var. Evlənəndə, ümumiyyətlə ünsiyyət quranda bir erkəklə, yəni kişi ilə deyək, kişilik sözünü mən ümumiyyətlə xarakter kimi qiymətləndirərdim, türklərdə olduğu kimi. Erkək və qadın deyərdim. Azərbaycan dilində bunu dəyişərdim. Ona görə də erkəklərlə ünsiyyətinizdə, yaxud onlarla evlənəndə mütləq o erkəyin anasına olan münasibətinə baxın. Çünki ana əsas fiqurdur və anaya baxıb o qızla hər hansı bir qadını alır, yaxud ünsiyyət yaradır. Anasından qorxursa bir erkək, siz ona nə etsəz də o sizin olmayacaqdır. Deyəcəksiniz ki, başqa yerdə yaşayaram, anaya yaxın yerdə yaşamaram. Amma indi uzaqdan komanda, yəni türklər demiş, uzaqdan komanda, yəni telefon var. Telefonla daima o oğlunun baş beynini yiyəcəkdir. Ona görə də evlənəndə mütləq oğlun anası ilə münasibətinə baxın. Anasından qorxan kişidən sizə xeyir yoxdur. Hətta mən o qədər insan tanıyıram ki, yaş 40-ı ötüb, 50-ni ötüb, yenə də analarından qorxurlar. Və çoxu anasından qorxan bir toplumda sizcə, özdə bu toplum patriarxatdırsa, yəni kişi əsasdırsa, o cəmiyyətdə sizcə qorxu üzərindən nəsə yaxşı bir dəyişikliyi əldə etmək olarmı?